Sual belədir ki, qaynana kürəkənin yanında başı açıq dura bilərmi? Yəni ki, kürəkən qaynanaya məhrəm sayılırmı? Cavab odur ki, bəli. Qaynana öz kürəkəninin yanında, öz oğlunun yanında necə durursa, məhrəminin yanında necə durursa, o şəkildə dura bilər. Çünki ona məhrəm sayılır. Və ümumiyyətlə şəriətdə qayda var ki, bir adamın qızını aldınsa, onun anası iləl əbəd həmişəlik sənə haram olur. Və belə də hətta boşasan belə onun qızını, onun anası sənə həmişəlik haram olur. Və qısa şəkildə cavab odur ki, bəli, qaynana öz kürəkəninin yanında başı açıq dura bilər. Çünki onun kürəkəni qaynanaya məhrəm sayılır. Allahu aləm. İxlasla.com saytı tərəfindən təqdim olundu.